Değerli abituriyentlər, bu videoda bir çox abituriyentin qarışdırdığı məqama baxacağıq. Diqqətli olun ki, siz bu problemlə üzləşməyəsiniz. Baxın, yadda saxlayırıq ki, ismi birləşmənin əvvəlində gələn söz müstəqil cümlə üzvüdür. Feili birləşmənin əvvəlində gələn söz isə müstəqil cümlə üzvü hesab edilmir. Nə demək istəyirəm? Baxın, deyir ki, kitabın müəllifi budur. Budur. Kim budur? Kitabın müəllifi, ismi birləşmə. Ondan əvvəl gələn yeni sözlə mən müstəqil şəkildə təyin deyirəm. Hansı kitabın müəllifi? Yeni kitabın müəllifi oldu nə? Təyin. Yəni burada 3 cümlə üzvü var. Təyin, mübtəda və xəbər. İkinci. Yeni kitabın müəllifi gələndə gördüm. Gördüm. Nə zaman gördüm? Yeni kitabın müəllifi gələndə. Baxın. Artıq burada yeni sözü feili birləşmənin əvvəlində işlədiyi üçün mən buna müstəqil şəkildə cümlə üzvü demədim. Unutmuruq. İsmi birləşmənin əvvəlində gələn söz müstəqil cümlə üzvü oldu. Amma feili birləşmənin əvvəlində gələn sözlər mən müstəqil cümlə üzvü demədim. Artıq birlikdə tərkib yaratdı və feili birləşməni əmələ gətirdi. Burada hansı cümlə üzvü oldu? Zərflik və xəbər. Bu cür ifadələr diqqətli olun ki, imtahan zamanı problemlə üzləşməsiniz. Diqqətinizə görə təşəkkür edirəm.